Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i ve murselin. Nebiyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Allahümme enfa'na bima allamtena ve allimna ma yenfa'una ve zidna ilma. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Ve kitabın adı Tevhid kitabı. Tevhid, vahhede yuvahhidu, tevhidun. Yani tekleştirmek. Tekleştirmek. Yani Allah'ı ne tekleştirmek? Allah'a ait olan, Allah'a has olan rububiyet, uluhiyet ve ad ve sıfatlerde Allah'ı tekleştirmek. Yani tevhid ehli ise bunu öğrenip bilmeliyiz. Çünkü vacip. Tevhid olsa Aleyhisselam İbn-i Qayyim deyir ki, yani tevhid insanın qəlbində gücləndikcə günahları yandırır. Tevhid günahları yandırır. Yani tevhid elinde şey değil. Demək, biz qalmışıq 23-cü fəsilinə gəlib çatdıq. Bəbu məcə ənə ba'də həril ümməti ya'budul əvtən. Fəsil, yəni bu ümmətin bəzisi, bu ümmətdən bəziləri bütlərə ibadət edəcək və yaxud da ibadət edir. Və alimlər deyir ki, müəllif bu fəsli, bu başlığı gətirir ki, kim ki deyir ki, bu ümmətdə şirk yoxdur, bu ümmət tövhid ümmətidir, sanki ona bir rədd cavab verir. Ki, demək, bu ümmətdə bütə ibadət edənlər olacaq. Bütə ibadət edənlər olacaqdır. Əvtən də vətən, yəni bütdür, hər hansı bir formada, istər qəbir olsun, istər daş olsun, ağac olsun, fərqi yoxdur. Vətən, yəni bütdür. Və sonra Nisə surəsi 51-ci ayəni qeyd edir. Ələm tara iləl-ləzīnə utu nasibən minəl kitəb. Görmürsənmi kitabdan pay verilənlər? Kitabdan, o kəslər ki, onlara kitabdan bir pay verilmişdir. Yu'minune bil cibti və tağut. Onlar cibdə və tağuta iman gətirirlər. Yəni burada Allah da deyir ki, onlara kitabdan bir pay verilmişdir. Onlar, yəni kitabın elmini tam şəkildə qavramayıblar. Yəni, kitab onlara tam şəkildə verilməyib. Niyə? Günahlarına görə. Yəni bəzi günahlarının səbəbinə görə onlara kitabın elminin hamısı verilməmişdir. Və onlar cibdə və tağuta inanırlar, iman gətirirlər. Cibdə, yəni müxtəlif mənalar var. Sehirbaz, kahin deyirlər. Tağut isə yəni, həddi aşan. Dağa sözündəndir. Dağa həddi aşdı deməkdir. Yəni insanın toyan sözü. İnsanın ibadət etdiyində, itaat etdiyində, tabi olunduğunda həddi aşmasıdır. Ola bilər, həmən o itaət elədiyi özlüyündə tağut deyil, amma bu itaət eləyənə nisbətdə tağut ola bilər. Və yaxud da ibadət eləyənə nisbətdə tağut ola bilər. Və Məidə surəsi 61-ci ayə Allahla buyurur: "Qul hal unabbiukum bi şerrin min zalika məsubatan indəllah." Deyir ki, sizə Allah yanında cəzası bundan daha şərli olan xəbər verinmi? Mən lə'anəhullah, o kəs ki, Allah da ona lənət elədi. Və qadibə aleyhi, ona qəzəbi tutdu, qəzəbləndi. Və cəalə minhumul qirrətə vəl xənazir, və onlardan meymuna və donuzlara döndərdi. Və abədət tağut, və o kəs ki, o şəxslər ki, hansı ki, Allah da onlara lənət elədi, yəni tağuta ibadət edənlər. Və sonra Kəhf surəsi 21-ci ayə Qaləl-ləzīnə qalabu alə əmrihim. Yəni, iş əlində olanlar, o kəslər ki, onların yəni, qalib gəldilər, yəni əmir
sahibləri, başçılar dedilər ki, lənəttəxidənnə aleyhim məscidə, mütləq biz onların üstündə məscid götürəsiyik, məscid tikəsiyik. Yəni bunlar başçılar idi. Hansı ki, mağara əhli, kəhf əhli məşhur qissədir ki, onlar tövhid əhli olur, tək Allah ibadət edən, amma qövmləri isə müşrik olurlar və onların əlindən qaçırlar və mağaraya gəlib girirlər və Allah Teala elə eləyir ki, onlar yatırlar da 309 il. 309 yatırlar, yəni yemədən, içmədən və Allah Teala onları çevirir, sağa sola çevirir ki, yəni fəsad olmasın, bədənində qan yığılması və yaxud da başqa şeylər və sonra torpaq onu yeməsin deyə sonra ayılandan sonra artıq bir nəfəri göndərirlər həmən yaşadıqları yerə və o hadisə, qıssə məşhurdur hansı ki, Kəhf surəsində ki, o cəmaat artıq bunlardan xəbər tutur, bunların xəbəri yayılır. Yəni Allah Teala onları izzətləndirir, hörmətləndirir, hətta əmir sahibləri deyirlər ki, biz onların yəni qəbirləri üzərində məscid tikəsiyik. Yəni sevgi baxmayaraq ki, müşrik idilər, qövmü, cəmaatı, bunlar da onların elindən qaçmışlar, amma Allah Teala görsən bunlara olan sevgini qoyur və həmçinin bu dəlildir ki, yəni insanların şirkə, küfrə düşmələrinin səbəbi görsən salih insanlar barəsində həddi aşmalardır. Həddi aşırlar. Deyirlər ki, biz onun üstündə yəni məscid tikəsiyik, qəbirlərin üstündə. Və sonra Buxari və Müslümdə keçən hədisdə Əbu Said el-Xudri deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm demişdi: "Lətəttəbi'unne sənənə mən kana qablakum." Siz sizdən öncəkilərinin yoluna tabe olacaqsınız. Mütləq tabe olacaqsınız. Hazvel quzzati bil quzza. Yəni oxun arxasındakı o tük, lələk, onun tükləri necə ardıcıl sırayla düzülübsə o cür. Düzdür, bu ləfz quzza bil quzza alimlər deyir ki, bu Buxari Müslümdə yoxdur, başqa rəvayətlərdədir. Burada olmasa başqa rəvayətlərdə var. Hətta ləv dəxalu cuhra dabbin lədəxaltumu. Hətta onlar kərtənkələ yuvasına girsələr, siz də girəcəksiniz. Baxmayın, kərtənkələ yuvası balaca olur. Yəni o dərəcədə tabe olacaqsınız, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir. Gör, balaca bir şeydə tabe olurlarsa, böyük məsələlərdə necə? Dedilər ki, Rasulallah, Yahudi və Nasranilər mi? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bəs başqa kim? Yəni onlara deyirsək, başqa kimdir? Burada başlıqda deyir ki, bu ümmətin bəzisi bütlərə ibadət edəcək. Və sonra bu ayələri müəllif zikr edir. Hansı ki, bunlar Yahudi və Nasranilər haqqındadır da. O kəslər ki, onlara kitabdan pay verilmişdir, Tövratdan. Onlar cibdə tağuta iman getirirlər və sonraki ayədə də Allah yanında cəzası daha şərli olan xəbər verilmi? Hansı ki, onlara Allahla lənət eləmişdir, qəzəblənmişdir, onlardan meymun və donuz eləmişdir. Hansı ki, bunlar meymuna dönənlər Yahudilər idi. Onlara 6-cı gün qadağan olundu, ov eləmək. Onlar 6-cı gün eləmirdilər, 5-ci gün tor atırdılar, 6-cı gün qalırdı, bazar günü çıxardılar toru. Deyirlər, biz 6-cı gün balıq tutmuruq. İmtihan olaraq da 6-cı gün balıq suyun üzünə gəlirdi çox. Və Allah da onların bu hiləsinə görə onları meyyuna döndərir. Ki onlar 6-cı gün qadağanında həddi aşırlar. İbn-i Semih Allah deyir ki, bu ayələrin, yəni bu başlığa, hansı ki, bu ümmətin bəziləri bütlərə ibadət edəcək. Buna uyğunluğu nədədir? Uyğunluğu deyir ki, sonraki hədis açıqlayır ki, hansı ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, sizdən öncəkilərin yollarına tabe olacaqsınız. Əgər o ayədə keçən onlar ki, onlar cibdə tağuta iman gətirirlər və həmçinin onlar Allah Teala lənət elədi, qəzəbə düşər oldular, deməli, bu hədis dedik ki, siz onların yoluna tabe olacaqsınız. Onların da yolu nə idi? Cibdə tağuta iman gətirmək, ondan sonra hilə, Allahdan qeyrisinə ibadət, yəni öncəki ümmətlərdə bu hədisdən fayda olaraq çıxar ki, öncəki, yəni bu İslam ümmətindən əvvəlki ümmətlərdə olan nə qədər ki günahlar, asiliklər, haramlar olubdur və bu ümmətdən də onu eləyənlər olacaq. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki,
Lətettəbi'unne. Hansı ki, ləm ərəb dilində mənanı gücləndirir və həmçinin and var orada. Təqdirdə, zahirən olmasında təqdirdə var. And içir ki, siz tabi olacaq və axırındakı nun hərfi də lətettəbi'unne daha da mənanı gücləndirir ərəb dilində. Ki, mütləq aleyhissalatlar tabi olacaqsınız. Mən əvvəlki ümmətlərdə əgər nə günah olubsa, faiz yemək, adam öldürmək, zina, başqa hilə, aldatma, sehir, kahinlik. Deməli, bu ümmətdən də onların yolunu gedən olacaq. Və həmçinin deyirlər ki, bu ümmətdə, yəni müsəlmanlar nə günah varsa, nə günah ortaya çıxırsa, deməli, öncəkilərdə də bu olubdur. Ki, bunlar onun yolunu gedirlər onların. Və burada ayədə keçir ki, bişərri min zəlikum, şər. Şər sözü ərəb dilində əslində ismin üstünlük dərəcəsi əşər, yəni daha şərlidir. Sadəcə dilə asan olsun deyə əlif düşüb orada. Əşər orada, amma olub şər. Yəni danışıqda çox istifadə olunur deyə. Məsələn, ən-nəs insanlar deməkdir. Əsli əl-unəsdir. Əl-unəs əlif düşüb, yəni dilə asan olsun deyə. Məsələn, Allah sözü əl-iləhdir, olub dilə asan olsun deyə Allah. Yəni, ərəb dilində belə şeylər var ki, dilə asan olsun deyə görsən hansısa hərf istifadə olunmur da. Və Allah Teala burada, yəni Məidə surəsində buyurur ki, وَغَضِبَ عَلَيْهِ Allah ona qəzəbləndi. Yəni, qəzəb sifəti Allah Teala'nın sifətidir. Yəni, əhl-i-sünnə olaraq müsəlman bunu etiqad edir ki, Allah Teala'nın qəzəb sifəti var. Və bu qəzəb sifəti sonra Allah Teala'nın intiqam almasını, cəzalandırmasını gərəkdirir. Özündə bunu təşkil edir. Və ad və sifətlər məsələsində də əvvəlki fəsillərdə də keçdi ki, qayda olaraq yəni adlar, sifətlər, hansı ki, Quran ayələrində gələn və hədislərdə gələn zahirən necədirsə o cür isbat olunur Allaha layiq şəkildə və məxluqatın hansısa bir sifətinə oxşadılmır. Məxluqatdan hansısa birisinə oxşadılmır. Oxşatsa, görsən, axırı insan inkar edir. Oxşatdığına görə inkar edir. Oxşatmaqdan qorxur, qaçır və inkara gelib çıxır. Və sonra Səhih Müslimdə Thəvbən radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur. İnnallâhe zəvaliyəl arda. Allah Teala, həqiqətən Allah Teala mənim üçün yeri topladı, cəm etdi, yığdı. Fəraitu məşəriqəhə və məğaribəhə. Və mən də bu yerin məşriqlərini və məğriblərini gördüm. Və Allah Teala yığdı. Və alimlər deyir ki, burada yığdı, yəni necəliyini, biz necəliyini getmirik. Yəni, hədisdə necə gəlibsə ki, Allah Teala yığdı, cəm etdi və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mən onu gördüm. Məşriqini və məğribini. Yəni, ola bilər insan ağlı, qəbul eləməsə də hədisdə necə gəlibsə iman gətirmək lazım. Və innə ümməti səyəbluğu mulkuhə mə zuviyəli minhə. Və mənim ümmətimin mülkü mənim üçün nə qədər büküldü, yığıldı, göstərildisə, mülkü o qədər çatacaq, o qədər olacaq. Yəni, məşriq, məğrib. Şimal, cənub keçmir. Ona görə alimlər deyir ki, yəni, bu ümmətin də mülkü görsən, məşriq, məğrib tərəfə daha çox uzanıb, amma şimal, cənub tərəfə o qədər getməyib. Və sonra buyurur ki, وَاُعْطِيْتُ الْكَنْزَيْنِ الْأَحْمَرَ وَالْأَبْيَدِ. Və mənə iki xəzinə verildi. Ağ, qırmızı və ağ. Qırmızı və ağ xəzinələr də biri Rumluların xəzinəsidir. O birisi də Kisranın, Farsların ki, birisində qızıl idi xəzinəsində, o birisində gümüş idi. Yəni, hər ikisindən var idi, amma əksəriyyət, çoxluq bunda qızıl idi, o birisində isə gümüş idi. Və inni səəltu Rabbi li ümməti əllə yuhlikəhə bi sənətin bi ammə. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mən Rəbbimdən istədim ümmətim üçün ki, ümmətimi ümumi quraqlıqla həlak eləməsin. Ümumi həlak eləməsin. Və əllə yusallitə aleyhim aduvan min sivə ənfusihim. Və onların özlərinə, yəni ümmətimin üzərinə
onların özlerinden olmayan düşməni musallat eləməsin. Feyestebiha beydatahum, ki onlar da özlerinden olmayan düşmanlar da onların yani üzerlerine hakim olarak başlarını halal etmesinler. Beyda insan döyüşte ox, zat korunmak için oxdan, qılıncdan başına koyduğu demir dəbilgədir. Ve inne rabbi qal, sonra Peygamber sallallahu aleyhi ve sellem buyurur ki hakikaten Rabbim buyurdu. Ya Muhammed inni izâ qadaytu qada'an fe innehu la yurad. Həqiqətən mən bir şeyə hüküm verdimsə o geri qaytarılmır. Allah Taala'nın qadası iki cürdür. Qada kövni var, qada şər'i. Kövni hansıdır? Kövni mütləq olmalıdır. Yəni mütləq Allah da qada elədisə, hüküm verdisə o şey mütləq olmalıdır. Ola bilsin Allah Taala'nın sevmədiyi bir şeydir. Amma mütləq baş verməlidir. Amma şəri qada odur ki Allah Taala'nın sevdiyi şeydir, amma olmaya da bilər. Necə ki Allah Taala İsra suresinde buyuruyor ki وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا. Senin Rabbin qada etti. Yani buyurdu ki yalnız özüne ibadet edin, ona ibadet edin ve valideynlere yaxşılıq edin. Bu da qadadır ama hamı ibadet edin yalnız Allah'a. Və yaxud da valideynlere yaxşılıq hamı eləmir. Valideynlər, halbuki Allah da əmr eləyir. Və bunu hükm edir ama şəri qada olduğu için Allah da sevir, istəyir, lakin baş verə də bilər, baş verməyə də bilər. Amma bu hədisdə keçən isə Allah da buyurur ki, mən bir şeyə hüküm verdimsə o geri qaytarılmaz. Burada deməli kövni qadadır. Sanki bu hədisin axırı, əvvəli hədisin bu hissəsi axırında keçəni izah edir ki, Allahla nəyi hüküm verir, nəyi buyurubdur. Ve sonra buyuruyor ki: "Ve inni a'taytuke li ummetike alla uhlikahum bi senetin bi'amme." Ve ben de senin ümmetin için sana verdim ki onları ümumi quraqlıqla helak eləmeyim. Ve alla usallita alayhim aduwan min siwa anfusihim feyestebiha beydatahum ve lev ijtema alayhim men bi aqtariha. Ve onlardan olmayan düşməni onların üzerine musallat eləmeyim ki onlar da onların yani başlarını halal etsinler. Hatta yani yer üzerinin her tarafında olanlar üzerlerini toplaşsalar bile. Yani bu ümmetin üzerine toplaşsa, yığışsa bile musallat olmayacaklar. Ama ne vakte kadar? Hatta yekune ba'duhum yuhliku ba'dan. Ta o vakte kadar ki onlar birbirlerini helak edene kadar. Ve yesbi ba'duhum ba'dan ve birbirlerini esir götürene kadar. Yani Allah Teala bu ümmet için verip, Peygamber sallallahu aleyhi ve sellem verip ki bu ümmetin üzerine özlerinden olmayan düşman musallat olmayacak ama ne vakte kadar? Birbirlerini helak edene kadar, birbirlerini öldürene kadar ve esir götürene kadar. Ve alimler diyor ki bu beləydi. Ta ki Osman radıyallahu anhu öldürülene kadar. Ne vakit ki Osman radıyallahu anh dövründə kılınç çəkildi, da ondan sonra kılınç dik qalxmır. Hatta günümüze kadar görsən Müslümanlar birbirini öldürürlər, vururlar ve Allah Teala da özlerinden olmayan düşməni üzerlerine musallat edir. Ve başka hadiste Ebu Davud İbn Mace'de geçen hadiste Şeyh Albani sahih olduğunu deyir ki ve inneme khafu ala ummeti e'immetel mudillin. Peygamber sallallahu aleyhi ve sellem buyuruyor ki ben ümmetim için azdırıcı imamlardan, azdırıcı başçılardan qorxuram. İmam deyəndə yani insanları din adı altında aparanlar, ardınca sürükleyenler. Necə ki Allah da Kur'an'da buyurur ve cealnahum e'immeten yehdûne bi emrina. Biz onlardan bizim emrimizle hidayet edən, yönelden imamlar ettik. Ve bu yaxşı şeydir. Hidayet yani hidayet imam pisli de olabilir, yaxşı da olabilir. Burada Səcdə surəsində yaxşı imamlardır, yaxşı yol. Ama Firon meselesinde ise hansı ki Firon Allah'la onu cehenneme aparan imam elədi. Ki yani kim ki onun yolunu tutur, hemen küfür emelleri zulmü edirse sanki onu özüne numune götürür. Onu özüne imam götürmüştür.
mən deyir, ümmətim üçün azdırıcı imamlardan qorxuram. Və idə vaqa'a aleyhimus seyfu ləm yurfa ilə yevmil qiyamə. Əgər onların üzərinə qılınc düşdüsə, qiyamətə qədər qalxmayacaq. Və la təqumus sa'a hatta yelhaqa hayyun min ummeti bil müşrikin. Və sonra Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, qiyamət qopmaz ta o vaxta qədər ki, ümmətimdən olan qəbilə müşriklərə qoşulmadıqca. Və həttə tə'budə fi'amun min ümməti əl-əvtən. Ta o vaxta qədər ki, ümmətimdən cəmaatlar, dəstələr bütlərə ibadət etmədikcə. Qiyamət qopmaz. Əvtən də biz dedik ki, vətən nə idi? Bir sanəm, sanəm surət şəklində olan şeydə bütdür. Ya insan formasında, heykəl. Amma əvtən, vətən isə hər şey, o şey ki, ilah götürülüb büt kimi ibadət olunursa, vətən əvtən gedir. Yəni, ağac da ola bilər, daş da ola bilər, qəbir, hər bir şey. Və sonra buyurur ki, وَاِنَّهُ سَيَكُونُ فِي اُمَّتِ كَذَّابُونَ ثَلَاثٌ. Və ümmətimdə 30 yalancı olacaq. Kulluhum yaz'umu ennehu nebiyyun. Və hər birisi də iddia edəcək ki, o peyğəmbərdir. Və ənə xatəmun nebiyyin. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm halbuki mən peyğəmbərlərin sonuncusuyam. La nebiyyə ba'di. Məndən sonra peyğəmbər yoxdur. Və la təzəlu taifətun min ümməti alə haqq. Və ümmətimdən bir dəstə, bir tayfa haqq üzərində olacaqlar mənsurətən, yardım olunaraq. Yəni Allah Teala tərəfindən yardım olunacaq. Ona görə də taife mənsura, yəni yardım olunan kim tərəfindən? Allah tərəfindən. Allah Teala onlara yardım edəcək. La yadurruhum men xadalahum. Onlara yardımsız buraxan, onlara kömək eləməyən onlara zərər verməyəcək. Və la men xalafahum. Və onlara müxalif olan da onlara zərər verməyəcək. Hətta ta o vaxta qədər ki, yəti əmru, Allahın əmri gələnə qədər. Allahın da əmri hansı ki, möminlərin hamısının canının almasıdır. Külək gələcək və qəlbində zərrə qədər iman olanı canı alacaq. Deməli, bu hədisdə hədisin əvvəlində Peyğəmbər sallallahu əleyhi və səlləm azdırıcı imamlar. Niyə görə? Çünki insan onu nümunə götürür, özü üçün dində nümunə götürür və o hara aparırsa görsün ona gelir. Ya cənnətin yolu, yaxud da cəhənnəmin yolu. Əgər Qur'an sünnə ilə gedirsə, cənnət yoludur. Yox, əgər Qur'an sünnə deyilsə, başqa şeydirsə, görürsən, Qur'an və sünnədən payı yoxdur. Sahabələrin yolundan uzaqdır. Onda cənnət yolu ola bilməz. Sırat-ı müstəqim ola bilməz. Çünki İbn Məsud radiyallahu anhdan soruşanda ki, Sırat-ı müstəqim, o doğru yol hansıdır? Deyir ki, o yoldur ki, Allah Resulü sallallahu aleyhi və səlləm bizi o yolun əvvəlində qoyub getdi. Kimi qoyub getdi? Bizi, yəni sahabələri. Yəni sahabələrin olduğu yoldur. Deyir, axırı da cənnətdir. Axırı cənnət. Deməli, hansı yoldur? Sahabələrin olduğu yoldur. Ki, əgər cənnət yolu istəyirsə insan, cənnət istəyirsə sahabələrin olduğu yoluna getməlidir. Və sonra deyik ki, əgər qılınc düşdüsə, qiyamətə qədər qalxmayacaq. Və bu da Peyğəmbər sallallahu əleyhi və səlləmin peyğəmbərliyinin əlamətlərindən ki, dediyi kimi də baş vermişdir. Qılınc düşdü, Osman radiyallahu anh öldürüləndən sonra görürsən, qalxmır. Və sonra deyik ki, ümmətimdən qəbilə müşriklərə qoşulmadıqca. Və başqa hədis də var, hansı ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Əbu Hüreyrədən gələn hədisdə deyir ki, "La taqumu as-sa'atu hatta tattariba aliyatu nisa'i Daws hawla zil khalasa." Qiyamət qopmaz. Daws qəbiləsinin qadınları zil khalasa, yəni həmin o bütün ətrafında dolaşmadıqca. Yəni bu da bütüydü, hansı ki onların bütüydü, cahiliyə dövründə onu ibadət edirdilər. Bu hədis də Buxari və Müslimdə keçmişdir. Və həmçinin Səhih Müslimdə keçir, Ayşə radiyallahu anhə, möminlərin anası deyir ki,
eşittiğim Peygamber sallallahu aleyhi ve sellem buyurmuştur. La yedhebul leyl ve nehar. Gece ve gündüz gitmez. Ta o vakte kadar ki tu'bedul lat vel uzza. Lat ve uzza ibadet olunana kadar. Yani kıyamet kopmaz. Lat ve uzzaya ibadet olunana kadar kıyamet kopmaz. Ve Peygamber sallallahu aleyhi ve sellem bu metinde 23. fəsildə keçən bu hədisdə deyir ki, ümmətimdən qəbilə müşriklərə qoşulmadıqca və ümmətimdən cemaatlar, fi'amun cemaatlardır, bütlərə ibadət eləmədikcə və bu bütlərə ibadət, müşriklərə qoşulmaq nədə problemdir? Şəhadət kəlməsinin birinci hissəsində, la ilahe illallah kəlməsində ki, la ilahe illallah kəlməsinə tam əksidə ziddir. Müşriklərə qoşulmaq, bütlərə ibadət eləmək. Hansı ki, bu İslamın dayaqlarından da. Və sonra deyir ki, və innəhu səyəkunu fi ümməti kəzzəbunə thələthun. Deməli, ümmətimdə 30 yalancı olacaq. Hər birisi deyəcək ki, mən Peyğəmbərəm. Bu nəyə müxalifdir? Muhammed Rasulullah. Şəhadət kəlməsi. Hansı ki, bu la ilahe illallah Muhammed Rasulullah kəlməsinin bu ikisi ziddir, müxalifdir. Və alimlər deyir ki, sanki Peyğəmbər sallallahu aleyhi ve sellem bunu qeyd edir, zikr edir. Və sonra hədisin axırını deyir ki, ümmətimdən bir dəstə, bir tayfa olacaq, haqq üzərində yardım olunaraq. Sanki yəni, müsəlmanların ümidsizliyə düşməsinin qarşısını alır. Ki, baxmayaq ki, la ilallahda belə problem olacaq. Muhammed Resulullah'da belə ki, yalancı peyğəmbərlər çıxacaq, bütlərə ibadət olacaq, amma ümidsiz olma olmaz. Çünki bir tayfa olacaq, o da haqq üzərində Allah Taala'dan yardım olunaraq. Ki o haqqında da alimlər demişlər, onlar kimdir deyə, onlar hədis əhlidir. Hədis əhli deyəndə, yəni mustalah hədis elmi, bu hədis elmini bilənlər təkcə yox. Yəni kimdir? O kəslər ki, həyatında bəli sünnəyə sarırlar. Hər bir məsələdə hədislə maraqlanırlar. Ki, hədisdə nə deyir? Peyğəmbər sallallahu əleyhi və səlləm. Çünki hədislə maraqlanmaq, hədisdə olanı axtarmaq, sanki Allah Rasulü sallallahu əleyhi və səlləm sağdır, yanına gedirsən. Nə problem oldu, nə məsələ çıxdı, müraciət edirsən ki, necədir görəsən bu iş? İndi özü yoxdur, dünyasını dəyişib Allah Rasulü sallallahu əleyhi və səlləm, lakin hədisləri qalıb, yolu qalıb və sahabələrin də yaşam tərzi kitablarda keçir. Və bu fəsildə əsas məqsəd nə idi? Şirkdən çəkindirmək və şirkin qorxulu olması. Yəni, heç kəs deyə bilməz ki, mən daha bitdi, müsəlmanam, İslam ümmətiyəm, Allah Rasulunun sallallahu əleyhi və səlləm yolunu gedirəm, şirkdən uzağam, cib, dağut, ayədə keçən bu şeylərdən uzağam, amma insan qorxmalıdır ki, əgər Allah Rasulü deyirsə ki, bu ümmətimdən deyir, ümmətimdən cemaatlar, fi'amun cemaatlar, yəni bir-iki nəfər yox, cemaatlar bütlərə ibadət edəcək. Bütə ibadət edəcək. Yəni, çox şey ola bilər. İnsanın ibadət elədiyi şey çox şey ola bilər. Necə ki, alimlər deyir ki, yəni, insanın dünyaya bağlanması, səhər, axşam dərd eləməsi artıq ona ibadət eləmək. Necə ki, dinarın qulu bədbəxt oldu, dirhəmin qulu bədbəxt oldu. Xamilə parçadır, köynəkdir. Parçadır, köynəkdir. Yəni, insanın ona ibadət eləməsi, o da qəlbi ilə ona bağlanır. Gecə gündüz əsas məsələ. Çünki müsəlmanın vətəni axirət, cənnət. Vətən oradırsa və bura müvəqqətidir. Necə ki, hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mənim məsəlim yol gedən, minikdə gedən misal kimidir ki, bir ağacın kölgəsində dayanır, istirahət edir, sonra o kölgəni tərk edir, gedir. Yəni, bu dünya da belədir. Yəni, sanki ağacın kölgəsi kimidir. Tərk edib getmək lazım, yolu davam etdirmək lazım. Yoldakı, yəni, çətin yoldur, məşəqqətli yoldur, çünki şeytan var. Allah qorusun şeytanın şərindən. Və həmçinin yolda, yol quldurları var ki, Allah tərəf gedən yolda. Sadəcə səbirli olub, Allah və Rəsulunun dediklərindən yapışıb getmək lazım. Yəni, başqa şeylərə baxmaq lazım deyil. Yox, əgər başqa şeylərə baxsan,
ona boylanım, buna boylanım, falan şeyin ardınca gedim, insan yoksa uçuruma gedir. Şübhələr, günahlar, haramlar, asiliklər, hansı ki qiyamət günü, yəni o sıratdaki insanın uçmasına səbəb olar. Sırat köprüsü hansı ki cəhənnəmin tam ortasından qurulub, yəni sıratda insanın uçub cəhənnəmə düşməyinə səbəb dünyadakı günahlar, haramlar, xüsusən də indiki dövrdə yəni haramlar daha da asanlaşıb, bu telefondur, kompüterdir, bu cihazlarla çox asanlaşıb. İnternetlə çox asanlaşıbdır, yəni insanların azması. Ona görə yəni günah elə şeydir ki, insan birdən-birə müşrik olmur. Ki birdən-birə bütə ibadət eləmir. Ki bugün müsəlmandır, Allah'a ibadət eləyir. O birdən-birə olmur, yavaş-yavaş. Yavaş-yavaş insan görsən uçuruma tərəf gedir. Birinci baxır, necə ki hədisdə keçir ki sırat-ı müstəqimə Allahla misal çəkir. Yoldur, sağında, solunda qapılardır, qapılarda pərdələrdir. Pərdəyə baxmaq istəyəndə vaizullah, yəni vaizullah həm müsəlmanın qəlbində olan Allahın muizəçisidir. Əgər müsəlmandırsa, günahlarla onu korlamayıbsa, hər müsəlmanın qəlbində olur ki, səsləyir ki, baxma, açma, açsan girəcəksən. Ona görə insan günahdır, misal, telefondur və yaxud da internetdir. Birinci heç vaxt birdən-birə böyük, şiddətli günaha düşmür. Birinci bir dənə baxım görüm nə var burada. Maraqlıdır. Görürsən, elə o baxım gedir. Çünki hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, pərdədir. Vaizullah deyir ki, baxsan girəcəksən, açsan girəcəksən. İnsan açsa girir. O da haramlardır. Yəni o şeylər haramlardır. Alimlər deyir ki, yəni pərdələrdir, yəni kilitli qapılar deyil, qıfıllı qapılar deyil ki, nəsə əziyyət çəksin, açmağa, açar lazım. Yəni pərdədir, asandır, yəni harama düşmək asandır. Allah qorusun. Allah bizi öz dində sabit eləsin və Allah təala bizi tövhidi həqiqi şəkildə doğru, düzgün həyata keçirənlərdən eləsin. Və Allah bizi İslam üzrə yaşatsın, iman üzrə öldürsün. Subhanəkə Allahumma və bihamdikə əşhədu en la ilahe illə əntə.